hörmətli izləyicilərim, hər vaxtınız xeyir olsun. Bura Afsenterin binasıdır. Xarici Dillər Universitetinin tam yanında. Arxa kadrda gördüyümüz 22 mərtəbəli binanın 16-cı mərtəbəsində 200 kvadrat, 4 otaqlı, dənizə olan mənzərə və bazar qiymətindən, yəni real qiymətdən daha aşağı qiymətə təklif olunur sahibi tərəfindən. Qalxaq mənzilə, oradan da bir detallı şəkildə sizə təqdim edeyim, qərar seçim sizlərin olsun. Otelimdən çıxmışdı az qala, dəyərli izləyicilər, binanın 3 dənə girişi var. Afsenter, arkada gördüyünüz sirkin binasının yanında, bir də şlaqbanla. 3 tərəfdən binaya gələ bilərsən, haradan rahatdır sənə seçimini eləyə bilərsən. Binanın 2 lifti var. Bura blok hissəsidir. Bu binada 3 dənə qonşu var. Çox qonşu yoxdur. 1, 2 və 3. Burada binanın koridorudur. Bu isə sizə təqdim etdiyim mənzildir. 200 kvadrat və 4 otaq. İndi bir detallı şəkildə səliqə ilə sizə proyekti göstərirəm. Proyekti mən bəyəndim. Baxın, görün, siz də bəyənirsiniz. Bura holdur, giriş hissəsidir. Üzbəüz isə girən kimi mətbəxdir. Mətbəx də 14-15 kvadratdır. Onun yanından mətbəxdən, yəni zala keçid də var. 50 kvadrat bu zalın ölçüsü var. Kvadrat şəkilləri. Kvadrat olanda da təmirdə çox gözəl görsənir. Vitraj pəncərədə birbaşa baxırsan mənzərəyə. Dənizi də göstərəcəm sizə. Kıstati, buradan da dəniz görsənir. Bu hissədən də baxanda balkona çıxırsan, amma birisi yataq otaqlarını göstərəcəm. Bir də onu sizə deyim ki, mənzilin sahibi 6.000 manat pul verir. Bu mənzilin təmir proyektini, layihəsini çıxarır. Əlindədir. Alıcı kim istəsə verə bilər, təmənnasız. Yəni qoyulan qiymətin içində qardaş, al bunu, özün üçün mən eləyənmədim, sən elə. Bura paltar dolabı üçün yerdir. Metrə yarı koridora gəlirsən, birinci hamam üçün. Belə gəldikdə, bura uşaq yataq otağı üçündür. Siz fikir verin genişliyinə, 200 kvadratın tikinti şirkəti sahibləri yaxşı bölgə ediblər mimarları. Bunun da balkona çıxışı var. Və burada bu artıq 2 yataq otağına ayrılıb. Bu birinci yataq otağı. Deməli, bu yataq otağının içində hamamı da var, balkona çıxışı da var. Maraqlısı da odur ki, pəncərədən dənizə baxır. Yəni, dəniz sevəndə bir izləyici var, bilirəm, mən də dəniz çox sevirəm. Əsasən səhər-səhər kofe içəndə adama ləzzət edir. Çıxırsan bura, tam skvazyon mənzildir, yer çəkəndir də. Qabağı dəniz, qabağı boşluqdur. Şəhərin də tam mərkəzidir də bura. Burada gəlsə bir şey görsədim. Yəni, Rusiyada filan, Türkiyədə illərlə yaşayan izləyicilər, bəlkə də şəhərim olduqlar. Ora Xarici Dillər Universitetidir, İnyaz dillər, keçmiş pasport stol. Girişləri də var budur. Ana yoldan qalxırsan, mərkəzi yoldan promo girsən həyətə. İdman yeri, bunun həyətində idman, fitness, hər şey var. Uşaq bağçası var, sirk var. Yəni, bir ailəyə lazım olan hər cürə imkan, hər cürə şərait var ki, rahatca özün relaksasan da ailən burada bütün işləri görəcəkdir. Bu otaq qaldı, keçək bu otağı da sizə görsədim. Genişdir, Allah, bu da qəşəng, yəni özümdən bastıra qədər qalıram. Proyekt mənim üçün bəllidir də, yaxşıdır, gözəldir. O burada geniş qoyduğun yatağı filan. Və yaxud da ofis eləyə bilərsən, böyük kvadratlı da, kiməncə sərf edir. Dediyim layihədir, ev sahibi çəkdirib dizaynerə, mimara. Mühariqəkə edir, kim istəyər zövqünə görə dəyişə bilər. Bu da mənzilin proyektidir, hörmətli izləyicilər. Bir kvadratı 2200 manata satır. Bilirsiniz, mən qiyməti qarışmıram. Xüsusi işimizi. Satalan və alan tanış eləyərəm sizi, gelin özünüz
danışın, amma dedi son qiymət kimi düşünürəm, simvolik endirim eləyərəm. Yəni danışılan asılıdır, söz var bir dağ eləyər, söz var belə, özünüz məndən də yaxşı bilirsiniz. 2200 manatdan 200 kvadratdır. Sənəd isə müqavilədir, çıxarış deyil, çıxarış söz verə bilər ki, verəcəklər, onu da sahibi ilə detallı şəkildə danışarsınız. Bu qədər. Allah xeyir versin kim alacaqsa. Sağ olun.